Herkese selam. Bugün fenollar dersinin testlerini izah edeceğim. Video başlamazdan evvel kanala abone olsanız, video like atsanız sevinirim. Ümid edirəm bu video izah sizin için faydalı olar. Başlayaq birinci sualımıza. Deyir ki, krezolları göstərin. Uşaqlar, krezollar 3 cür olur. Meta, para və orta. Meta 1-3 səviyyəsində birləşmədir. Meta neçə oldu? 1 və 3. Para var və orta var. Para 1, 4, bir də ortamız var. Orta isə 1, 2 vəziyyətində birləşmə halıdır. Deməli, bax bu fenol krezol deyil, yəni ancaq biri CH3, biri OH olmalıdır. Bax bu 1, 3 vəziyyətindədir. Nədir? Meta. Bu 1, 2 vəziyyətindədir. Nədir? Orta. Bu nədir? 1, 4 para. Cavabımız elədir 2, 3, 4 D variantı. İkinci sual. Fenolun formulu. Fenol C6H5OH şəklində yazılır. Bizdən deyir hansı reaksiya təhlil fenolun turşuluq. Turşuluq adından da gördüyünüz kimi. Turşuluq o nə deməkdir? Yəni bu üzərinə əsas götürür ki, bu onun turşuluq xassəsidir. Əsas da burada kalium OH-ı görürük. Cavabımız elədir D variantı. 4. Hansı birləşmənin adı doğru deyil? Uşaqlar. Bu. Çünki bu metakrezol deyil. Görsüz yanaşıdır. 1, 2. Bu nədir? Orta. Meta nə idi? 1, 3 halı idi meta. Ona görə adı doğru deyil. 5-ci sual. Hansı sxemdə Y maddəsi fenoldur? Gəlin baxaq A variantına. C6H6-ın üzərinə xlor 2 gələndə X-imiz olur. Deməli C6H5 xlor. Yəni hidrogenin biri xlorla əvəz olunur. H6 idi, H5 xlor olur. Gördünüzmü? Yəni birləşdirir özünü. Əvəz eləyir. Üzrü sayın. Bu sonra üzərinə kalium OH gələndə xlor bu kaliumu götürür və bunun yerinə nə olur? OH olur. Yəni C6H5OH olur Y-imiz. Bu da fenoldur. Yəni Y-də oldu fenol. Deməli cavabımız oldu A variantı. 6-cı sual. Yaxınlaşdıraq. Hansı reaksiyanın məhsulu fenolun təyini üçün istifadə olunur? Dedik, fenol nədir? Turşudur. Və əsaslarla da eyni zamanda nədir? Reaksiyaya girir dedik. D variantına baxın. Dəmir O3-ün üzərinə H xlor gəlirik. Bu zaman alınır dəmir xlor 3 və bir də H2O. Bu fenolun təyin üçün istifadə olunur. Qeyd edin uşaqlar. Hansı sıradakı bütün maddələr bromlu suyu rəngsizləşdirir? Bu nə deməkdir? Pi rabitəsi var. Yəni 2 qat rabitəsi var. 3 qat rabitəsi var. Onu demək istəyir. Gəlin baxaq. A-ya baxın, propin 3 qatı var. Fenolda yəni rəngsizləşdirir. Etində də 2 qat rabitə var. Ona görə A-nı götürərik. Sonra polistrol rəngsizləşdirilməz. Etan rəngsizləşdirməz, butan, propan rəngsizləşdirməz, çünki bunlar doymuşdular və pi rabitəsi yoxdur. Hansı ifadə deyir fenola aiddir? Gəlin baxaq. Deməli, klora reaksiya daxil olmur, xeyr daxil olur. Natrium OH-la bayaq dedik ki, turşuluq xassəsinə malikdir, əsasla girir, qələvi ilə girir. Formalı ilə reaksiya daxil olmur, xeyr daxil olur, polikondensləşməyə girir. Zəif turşuluq xassəsi, bəli, zəif turşuluq xassəsi göstərir. 9-cu sual. Hansı ifadələr fenola aiddir deyir? Nitrat turşusu, bəli, pikrin turşusu əmələ gətirir. 2, 4, 6 şəklində birləşir. Trinitrofenol əmələ gətirir. Bu da pikrin turşusu adlanır. Daha sonra bromlu 2, 4, 6 tribromfenol əmələ gətirir. Bəli, düzdür. Bromlu suyu rəngsizləşdirmir, xeyr rəngsizləşdirir. Bayaq qeyd elədik. Polimerləşir, xeyr polimerləşmir. Polikondensləşir. Ona görə 4 də səhvdir. 1, 2 cavabımız oldu Y variantı düzgün. Hansı maddə fenola aid deyil? Fenol uşaqlar radikala qoşulmur. Radikala qoşulursa bu aromatik spirtdir. Baxın. Gəlin göstərək. Burada C variantında OH-ı görürsünüz uşaqlar. Birbaşa əgər bu həlqəyə qoşulursa, bu fenoldur. Görürsünüz birbaşa həlqəyə qoşulur. A getdi. Eyni şəkildə birbaşa həlqəyə qoşulub B getdi. D birbaşa həlqəyə qoşulub getdi. Y də birbaşa həlqəyə qoşulub getdi.
Amma burada OH karbona qoşulub. Deməli, C fenol deyil, aromatik spirtdir. 11-də isə aromatik spirti istəyir. Burada yenə nəyə radikala qoşulan axtarırıq deyil. B variantında OH karbona yəni radikala qoşulub. Cavabımız elədir B variantı. 12. Deyir, hansı birləşmə fenola aid? Yəni, birbaşa birləşməlidir. Radikala birləşməməlidir. Bu da B variantını görürsünüz. OH birbaşa birləşib. Ancaq burada OH görürsünüz karbonla birləşib. OH burada karbon, deməli aromatik spirtdir. OH burada karbona birləşib. Aha. 13-cü suala baxırıq. Dedik ki, fenol əsaslarla girir. Düzdür? Bromla da girir və formaldehidlə də girir. Ona görə cavabımız C variantı oldu. Yenə nitrat turşusu ilə girir, əsasla girir, bromla girir. Cavab oldu B variantı. Nitrat turşusu, brom və əsas. Əsasla girmək də onun turşuluq xəssəsini göstərir dedik. 15-ci sualda hansı birləşmənin katalitik oksidləşməsində sənayedə fenol alınır? Yadınızda saxlayın uşaqlar. İzopropil benzol. İzopropil benzol da bu şəkildə çəkilir. Bu izopropil. Aşağıda benzolu görürük. Oksidləşəndə uşaqlar, katalitik oksidləşəndə bir fenol alınır uşaqlar, fenol. Və bir də nə alınır? Aseton alınır. Yadınızda saxlayın. Yəni, bunun üzərinə biz oksigen gələndə, deməli, sözlə yazacağım. Bir fenol alınır, bir də asetonu yaza bilərəm əslində açıq şəkildə. Yerimiz var. Bax, bu da bizdə asetondur. Tamam mı? O da deməli göstərilir B variantında izopropil benzolu şəkildə. İndi deyir, izopropil benzol hansı reaksiya nəticəsində alınır? İndi burada da tərsini uşaqlar. Aha, deməli, burada da götürərik biz, deməli, C variantında izopropillə fenol. 17-ci sualda deyir, pikrin turşusu alınsın. Fenolun üzərinə nitrat turşusu gəlməklə. Fenol və nitrat turşusu. Cavabımız oldu C variantı. 2, 4, 6 trinitron oldu. 18-ci sual məsələdir. Gəlin həll edək. Deyir, 9,4 qram fenolla maksimum neçə mol brom reaksiya daxil olur. Uşaqlar, yadınızda saxlayın, 3 mol brom reaksiya daxil olur. Yəni, 9,4 qrama bilmirəm nə qədər X, amma 1 moluna, yəni 94 qramına 3 mol brom daxil olur. 3 brom 2 daxil olur. X-imiz də buradan eləyir 0,3. Cavabımız oldu B variantı. 19-cu suala baxırıq. Deməli, əvəz etmədir, bəli uşaqlar, bromlar hidrogenlərin yerinə keçir və bromu su rəngsizləşdirir. Cavabımız oldu B variantı. Gəldi yenə burada doğrular istəyir bizdən yenə. Deməli, bromu su rəngsizləşdirir və polimerləşmə reaksiyası deyil dedim. Minus qoymalı, polimerləşmə reaksiyası deyil, səhvdir və adi şəraitdə deyirik ki, bromlu su rəngsizləşdirir. Ona görə 1-2 cavabımız oldu C variantı. Gəldi 21-ci suala. Deməli, bax, etil spirti və fenoldan ibarət 3 qram qarışıq 200 qram 2,4% bromlu suyu rəngsizləşdirmişsə, qarşıda neçə qram etil spirti olmuşdur? Biz birinci 200-ün 2,4%-ni tapırıq. Yəni 2,4-ə vurub 100-ə bölürük. Düzdürmü? Tapırıq ki, 4,8 qram.
Nə var? Brom 2 var. Düzdürmü? Və biz bilirik ki, bromlu suyu fenol rəngsizləşdirir. Yəni 3 mol brom 2 bir dənə fenolla girib rəngsizləşdirir. Düzdürmü? Yəni 4,8 qramına bilmir. Niyə belə oldu təmizə? Yəni 4,8-ə bilmirəm nə qədər fenol lazımdır. Amma 3 mol bromun kütləsi 360-a vururuq, eləyir 480. Yəni 480 qram broma isə fenolun kütləsi 94 qramdır. 94 qram fenol lazımdır. X-im də buradan eləyir. Deməli 0,94 qram nə tapdım mən? Fenol. Deməli 0,94 qram fenol tapdım. Deməli ikisi belə 3 qram idisə, düzdürmü? Bunun 0,94-ü fenoldursa, gəlin biz 3-dən də 0,94-ünü çıxaq. Bu da eləsin 2,6. Deməli 2,6-da bizə nə var imiş? Etil spirt olub qarışığımızda. Cavabımız A variantı. 22-də deyir hansı reaksiya deməli hansı reaksiya fenolun alınmasını əks etdirmir. Deməli buradan alınır uşaqlar. Natrium xloru götürür. Xlorun yerinə OH yanır. C6H5OH alınır buradan. B variantında da yenə bizdə izopropil benzol oksidləşir, fenolla aseton alındı, düzdürmü? C-dən aseton alındı. Daş cümle qətranının ayrılmasından da alınır. C6H5 brom yenə eyni şəkildə var. B ilə D oxşardır. Yenə bromla kalyum gedir, kalyum bromu alınır və brom yerinə OH yanır. Ancaq Y variantı fenolun alınmasını əks etdirməyən reaksiyadır. Hansı maddələr adi şəraitdədir? Maye halında olsun. Uşaqlar, fenol bərkdir, bu yazıram. Aldehid, metanol bu qazdır. Metanol spirtdir, bu da mayedir. Ona görə yalnız 2. 23-də cavabımız oldu D. Bərk halda olan isə fenol oldu. Cavabımız 24-də də D variantı oldu. 25-ci sual. Deməli, 25-ci sualda buradan fenol formaldehid qətranı. İkinci isə nədir? Oksidləşmə reaksiyasıdır. Düzdürmü? Deməli, birinci polikondensləşmə, ikincidə nədir? Oksidləşmə oldu. Kalium manqanat 4 görürük buradan. Kalium permanqanatı görürük. İndi gəlib baxaq 26-cı suala. Uşaqlar, deyir maddəmiz aqreqat halı bərk olsun, əvəz etməyə girsin, nitrat tursun, atom sayda 13 olsun. Əlbəttə ki, bu fenoldur. Niyə? Fenol C6H5OH-dır. Bərk halda nitrat tursun əvəz etmə reaksiyasına girir, pikrin turşusu əmələ gətirir və atomların sayda 13-dür. 6 karbon, 5 6 hidrogen, bir dənə də oksigen. Cavabımız oldu C. Yenə 27-də deyir, bromla əvəz etməyə girir. Bu da yenə fenoldur. O 28-də. Deməli, nitrat turşusuna dedik, fenol əvəz etməyə girdi. Sonra burada 2 mürəkkəb maddə girib, 2 mürəkkəb maddə alındı. Düzdürmü? Deməli, mübadilə reaksiyasıdır. İkincidə isə birləşmə reaksiyasıdır. Burada 2 mürəkkəb maddə girib, 2 mürəkkəb maddə alınır. Çünki C6H5OH və natrium xloru alınır. 29-da hansı reaksiyadan alınan maddəni dəmir xloru ilə təyin etmək olar? Uşaqlar, biz bunu yuxarıda da yazmışdıq. Dəmir çörçünün üzərinə gəlmişdik. Gördünüzmü? Təyin reaksiyasında. 29-da A variantıdır. Niyə? Çünki buradan kalium xloru götürür, kalium xloru alınır və bir də fenol. Fenolun təyinində istifadə olunur. Yəni onu demək istəyir. C6H5OH. Cavabımız elədi 29-da A variantı. Yəni bir növ demək istəyir ki, hansı reaksiyadan fenol alınır? O da göstərdik ki, A variantından alındı. 30-cu sual. Bax, burada yenə nitrat turşusu alınır. Gördünüzmü? Yəni, üzərinə nitrat turşusu əvəz etmə reaksiyası. Yəni, pikrin turşusu alındı. Bu zaman pikrin turşusu alındı. Bunu dəqiqə çəkək, daha yaxşı başa düşəsiniz, uşaqlar. Sileyim.
Deməli, buradan OH yazırıq öz növbəsində. 2, 4, 6. Bax, bura bir NO2. Deməli, 3. Buradan da bir NO2. Buradan da bir NO2. Düzdürmü? Buralarda da karbonlar öz qaydasında. Burada CH, burada CH. Bura karbon, çünki NO2 alır birinə. Aha, karbon. İndi baxın. Burada karbon. Aha. İndi yadınızda saxlayın uşaqlar. Burada 6 karbonumuz, 6 dənə karbon sp2 halında olur. Tamam mı? 6 karbon sp2. Deməli, S-dən də 1s, 2p, 3 dənə olur. 6-nı biz 3-ə vururuq, olur 18 sifri orbitalı. Deməli, 2 düzdür. 7 oksigen atomu varmı? Bəli, ikisi burada, ikisi burada, ikisi burada, biri də burada. 7 oksigen var, bir də düzdür. Mürəkkəb efelərə aiddir, xeyr. Pikrin turşusu, bəli, düzdür. Və 3 hidrogen atomu var, bəli. Biri burada, biri burada, biri də OH-ın hidrogeni. 3 dənə də hidrogen var. Trotil adlanır, xeyr, pikrin turşusu adlanır, dedik. Aha, indi baxaq 31-ə. Deyir ki, 18,8 qram fenol maksimum çamol bromdan. Dedik 18,8-ə bilmirəm nə qədərdir. Amma 1 mol, yəni 94 qramına isə 3 mol brom lazım oldu. Düzdürmü? 3 mol brom 2 lazım oldu. X-ım da buradan eləyir 0,6. Cavabımız elədir 0,6. 32. Deməli, propanol və fenoldan ibarət 12,4 qram qarışığın artıq miqdar bromun su ilə qarşılıqlı təsirindən 0,1 mol çöküntü alınır. İlkin qarışıq neçə qram propil spirti? Uşaqlar, bir fenoldan bir çöküntü alınır, tamam mı? Bir fenoldan bir çöküntü alınır. İndi 0,1 molundan da elə 0,1 mol alınır, düzdürmü? 0,1 ona gəlin 94-ə vuraq biz. 0,1-i 94-ə vururuq, eləyir 9,4 qram. Düzdür, 9,4 qram. Və biz bilirik ki, propanol ümumiyyətcə qarışıq nə deməkdir? Bax, qarışıqda düzdür, bax, qarışıq nə deməkdir? Propanolla və fenolun cəmi. Qarışıq bu ikisinin cəmidir, düzdürmü? Biz 9,4 qramla tapdıq. Ümumiyyətcə 12,4 qram idi qarışığımız, düzdür? Qarışığımız 12,4 qram idi. Fenolumuza 9,4 qram tapdıq, düzdür? Qarışığımız oldu 12,4. Bizdən propil spirt, yəni propanolun kütləsini istəyir, bilmirəm nə qədər x. Fenola tapdım 9,4 qram. X-i də buradan tapıram 12,4-dən 9,4 qram çıxıram. Tapıram ki, 3 qram da propil spirt, yəni propanol. 33-ə baxaq. Bir fenol verib, bir etanol verib, düzdürmü? Və deyir 20 qram qarışıq 600 qram 4%-li brom su məhlulu rəngsizləşdirilir. Gəlin 600-ün 4%-ni tapaq. Mərhələ-mərhələ gedək. 600-ün 4%-ni tapırıq, eləyir 24 qram, düzdür? 24 qram. İndi 24 qram nə var? Brom 2-miz var. 24 qram brom 2. İndi 24 qram brom 2-yə nə qədər C6H5OH, x qram C6H5OH, yəni fenol, x qram fenol lazımdır. Amma biz biri 3 mol brom bir fenolla reaksiyaya girirlər, düzdürmü? Bir fenolun rəngsizləşdirilməsinə 3 mol brom lazımdır. Aha, 3 mol bromun da kütləsi 360-a vururuq, eləyir nə qədər?
480. Burada yazıram 480 qram brom. 480 qram broma isə uşaqlar nə qədər C6H5OH lazımdır? 94 qram. Burada yazıram 94. X da buradan eləyir deməli 4/7. 4/7 nə tapdıq biz? Fenolun kütləsini. C6H5OH. Cəmi nə qədər idi? 20 qram. Bizdən nə istəyir? Etanol istəyir. 20-dən də gəlin 4/7-ni çıxaq, etanol tapaq. Çünki 4/7-si fenoldursa, 20 çıxaq 4/7-si də etanoldur. O da eləyir 15/3. Cavabımız elədi 15/3 qram. İndi gəlin 34-ə baxaq. Bax, fenoldur. Üzərinə izopropil gəlir. İzopropil fenol alınır. Bunu bayaq göstərmişdik. Yəni, bax, belə bu fenoldur. Bir dənə də başına izopropil radikalı yazırıq. Düzdürmü? İzopropil yazırıq. Deməli, CH. Biz bunu yuxarıda göstərmişdik. CH. Burasında bir CH3, burasında bir CH3. Oksidləşir, yəni üzərinə oksigen gəlirik. Biz buradan bir fenol alırıq uşaqlar. Bir də nə alırıq? Aseton alırıq. Aseton. Asetonumuz da göstərdik ki, bax, budur. CH3, bir xətt karbon, 2 xətt o, bir xəttdə CH3. İndi burada deyir, hibridləşməmiş, düzdürmü? Yəni, qeyri-hibrid. Uşaqlar, biz dedik ki, fenolda 6 dənə hibridləşməmiş var. Asetonda da bir dənə hibridləşməmiş olur uşaqlar. Bu da cəmi eləyir 7. Deməli, hibridləşməmiş nə qədərdir? 7. Fenolun 6 dənəsi hibridləşməmişdir. Yəni, 6-sı sp2-dir fenolda. Yuxarı demişdik. Asetonda da bir dənə. Cavab eləyir 7. İndi uyğunluğu müəyyən edir. Bax, bu bir nə deməkdir? Yəni, həm fenola, həm etilen glikola uyğun olanları seçirik. Bu ikidə isə həm etilen glikol, həm də gliserinə uyğun olanları seçirik. Gəlin baxaq. Yağların tərkibinə daxil deyil. Uşaqlar, fenollar yağların tərkibinə daxil deyil. Etilen glikol da daxil deyil. Amma gliserin daxildir. Ona görə 1-ə gedir A. Zəhərli maddədir. Uşaqlar, gliserin zəhərli deyil. Biz bunu yuxarıda gliserinin fiziki xassələrində keçən dərs demişdik. Deməli, onda fenolun etilen glikol zəhərli maddədir. Şirin şərbətə bənzər mayedir. Bu gliserin etilen glikola aiddir. Nitrat turşlu mürəkkəb F-nə əmələ gətirməsi çox atomların ikisinə də aiddir. Yəni, həm etilen glikola, həm də gliserinə aiddir. Yağların hidrolizinə isə yalnız gliserinə aiddir uşaqlar. Ona görə biz nə 1-ə, nə də 2-yə aid eləyə bilmərik. Deməli, birinciyə AB, ikinciyə CD oldu.